Həftəlik bürcülər 1 iyundan 8 iyuna doğru hava ünsürləri, dolça əkizlər, tərəzi bürcüləri nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar elə bilin ki, siz necə zamanın boşluğunda qalacaqsınız. Heç nə eləmək istəmirəm, heç nə maraqlı deyil, hər şeyə qarşı yorulmuşam. Amma o qədər gözəl şanslarınız var bu həftə. Yəni dolçalar təsəvvür edə bilməyəcəyiniz şanslarınız ətrafınızda aktiv vəziyyətdədir. Yəni ən çox da dolça qadınları pul olaraq, hədiyyə olaraq, şans olaraq, gözləmədiyiniz təkliflər olaraq özünüzü ən tez bir zamanda belə deyim ki, 10-una qədər, iyunun 10-una qədər şans uğur olaraq özünüzü cəzb elətdirə bilərsiniz. Zamanın çox zəif, özünüzün çox yorğun, özünüzün belə deyim də hər şeyə qarşı maraqsız irəliləməyiniz bəzi şansları gözünüzdən itirə bilərsiniz. Çünki bu həftə belə bir şey deyim sizə, dolçalar bəzi yalanların, bəzi yarımsıqlıqların, bəzi güvənsiz enerjilərin belə deyim də ətrafınızda dövriyyə nədirsə, onların tez bir zamanda üst açılmasını görəcəksiniz. Yəni bəzi yarımsıq qalmış problemlər belə sizə yalan danışan, gizlənən nüanslar varsa, hamısı üzə çıxacaq və onları görüb dəyərləndirməyiniz yüksək səviyyədə. Çünki evren sizə gizli qalmış belə deyim də hər şeyi üzə çıxartmağa kömək eləyəcək. Pis həftə deyil. Zamanla əlaqədar olan probleminiz və bədəninizlə əlaqədar olan problemləri düzəldə bilsəz dolçalar, həftənizi uğurlu edə bilərsiniz. Bir də sürətinizi az da olsa artırmalısınız. Ümumi dəyərləndirsək, dolçalar 74%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma küskünlüyünüz var. Elə bir hər şeydən soymusunuz, hər şeyə qarşı küskünsünüz. Bunu düzəltməlisiniz. Bu həftənin uğurlarından biri də dilinizi şirin eləməyi bacarsınız, əkizlər sizlərsiniz. Bəli, ailə olaraq, evren olaraq, düşüncə planlarınız olaraq hər şey istədiyiniz şəkildə həyata keçirdə bilərsiniz. Mal mülklə, ev tikməklə, ev satmaqla əlaqədar nə işləriniz varsa, əkizlər bunların hamısını yüksək səviyyədə etməyi bacara biləcəksiniz. Yarımsıqlıqlarınız biraz çox ola bilər, çünki özünüz də biraz böyük sürətlə hərəkət etmək istəməyəcəksiniz. Yarımsıqlıqlarınızın zaman çərçivəsinə doğru qabağını ala bilsəz, uğurlu bir formada davam edə bilərsiniz. Həftənin sonlarına doğru çox acil olacaqsınız. Yəni danışıqlarınız, hərəkətləriniz, insanlara qarşı rəftarlarınız çox acil vəziyyətdədir. Bunları ciddi bir şəkildə əkizlər düzəltməlisiniz. Gözəl həftədir, bəli, maddisal həftənizdə həftənin 4-cü günə qədər, yəni cümə axşamına qədər pul maddiyyatla əlaqədar nə yarımçıq, nə gözləntiləriniz varsa, onlardan xəbər, onlardan yenilənmə sizə doğru gələ bilər. Pozitivdir. Sadəcə olaraq mənə çatmayan bir şey, boynumuzun, başımızın arxasında olan ağrılarımız məni narahat edir. Bunlara biraz fikir verməli, bu təzyiq ola bilər, migren ola bilər və yaxud da bilmirəm, sinirsel ola bilər, ağrılarımız çox da əkizlər, bunları düzəltməlisiniz. 79-80%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, əkizlər. İndi gəldik isə tərəzilərə. Tərəzilərin şansı gözün qabağındadır, amma tərəzilər heç nəyi görmürsünüz. Nə istəyirsiniz bəlli deyil. Özümü kral kimi aparmaq istəyirəm, özümü gücləndirmək istəyirəm. Bəli, başa düşürəm. Bu həftə uçurumlarınız çoxdur. Ya olduğunuz yerlərdən çıxacaqsınız, ya olduğunuz işləri yarımçıq qoyacaqsınız. Hər şeylə bir insanları, ətrafınızı, özünüzü qəfəsdə saxlamağa bacaracaqsınız. Evren sizi kral və kraliçə olmaq üçün şansı yaradır, amma sizin özünüzdə o şanslar, sizin özünüzdə o uğurlar, özünüzü o qədər gücləndirməyinizi zamana doğru görmədim. Bəli, 84%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, o da evrenin etdiyi enerjilər. Sizin özünüzün məntiqi və addımlarınız nəticəsində deyil, bunları düzəltməlisiniz. İnsanların köməyi, insanların danışıqları nəticəsində pul maddiyyatla bağlı çox gözəl məqamlar, çox gözəl şanslar əldə edə bilərsiniz. Bunlardan istifadə edə bilərsiniz. İyunun 9-una qədər deyirəm, tərəzilər öz qəfəsinizi qırmalısınız. Qırmasaz iyulun 6-sına qədər eyni qəfəsin içərisində qalacaqsınız. Bunu düzəltməlisiniz tərəzilər. Çünki vəziyyət o deyil. Hal-hazırdakı enerjilərinizin aktivləşməsi evren dəstək olsa da sizin özünüzə iş verməyiniz, gücləndirməyiniz boşdur.